Körpələrin öz sərhədlərini bilməyə ehtiyacları vardır. Körpənin doğuşdan gətirdiyi fitrətini ortaya qoya bilməsi üçün ona vaxtında dəqiq və ədalətli sərhəd qoymalıyıq. Valideynlər körpənin sərhədinə girərsə, bu körpənin xaraktersiz böyüdər. Əgər körpə valideynlərin sərhədinə girərsə, o öz həddini bilməz. Sərhəd ədalətli vaxtında qoyulmuş. Ədalətli sərhəd özgüvən deməkdir, cəsarət deməkdir, əzm deməkdir, iradə deməkdir. Doğan Şəloğlu'nun özgüvən sərhədlə bağlı belə bir xatirəsi var. Bir gün İngiltərədə bir dostumun evinə qonaq getmişdim. Gördüm ki, qonşu otaqda bir səs gəlir. Dostum yaxınlaşdı, qapını döydü. İçəridən kimdir, nə istəyirsiniz dedilər. Açanda gördüm ki, 2 yaş yarım, 3 yaşlarında bir oğlan övladıdır. Dostum yaxınlaşdı, onun göz səviyyəsinə qədər indi və dedi ki, biz Doğan əmcə ilə birazdan gəzməyə gedəcəyik. Əgər bizimlə gəzməyə getmək istəyirsənsə, sənin 15 dəqiqə vaxtın var. Və çıxanda da təkrar soruşdu, qapını örtünmü? Oğlu dedi ki, ört. Sərhəd qoymaq üçün ilk 4 il valideynlər övladlarının emosional, duyğusal ehtiyaclarını doya-doya qarşılamalıdırlar. Sərhəd qoymağa da 4 yaşdan sonra, nə vaxt ki, davranış tərbiyəsini, nizam-intizam müəyyənləşdirməyə başlayır və bu yaşdan sonra da, 4 yaşdan sonra da sərhəd qoymaq daha məqsədə uyğundur. Bu haqda geniş informasiyanı Xoşbəxt Övlad Böyüdək Nə etməli kitabından ala bilərsiniz.